Değerli dostlar, gördüğünüz nasos 65 ton 120 metr dərinlikdən su vermə qabiliyyətinə malikdir. 30 kW. Salam değerli dostlar, 135 metr dərinlikdən 33,5 kW-dır. 65 ton su vermə qabiliyyətinə malikdir. 110. Deməli, bu nasosumuz isə 114 çıxışdır. 160 metrdən 65 ton su verir. Çuğun qırçatqadır. Normal nasosdur, 160 çıxışdır. 4 qırçatqadır. 1 saatdə 120 ton su verir. 37 kW 3 qırçatqa 1 saatdə 140 ton su verir. Siirtmələrin, vanaların satışı. Calpede İtalya firmasına ait olan vertikal nasoslarımız her təzyiqdə, hər tonda. Su filtrləri palçıqlı suyu təmiz suya çevirir. Rayonlarda geniş istifadə olunur. Filtr hissəsi palçığında olduqda Yuls firmasına ait olan 4 kW, 5.5, 7.5 artezan nasoslarımızdır. Hər belə deyək də dərinliyə uyğun nasos. Stansiya həm vertikal, həm də yatay tipli set nasoslarımız mövcuddur. Bu şirkətinə aid olan nasoslarımızdır. Gördüyünüz kimi Paçevnik hissəsi Yaponiyaya istehsaldır. Hovuz üçün Algo şirkətinə aid olan hovuz nasoslarımızı gətirmişik. Hər çeşiddə, hər kilovatda mövcuddur. Firmasına aid olan dövriyə nasosu və Sempa firmasına aid olan dövriyə nasoslarımız. Su quyuları üçün balaca hər kilovatda nasoslarımızdır. Paslanmaz da var. Plaslarınız üçün Algo firmasına aid olan, suvarmada geniş istifadə olunan Algo firmasına aid olan nasoslarımız. 410'un rotorun Paçevnik hissəsidir. Həmçinin 250 rotor üçün. Geoloji qazma avadanlıqları və nasosların ehtiyat hissələri. Salniklər, klapanlar. Boş. Artezyan quyular üçün mühafizə boruları, quyu boruları hər diametrdə, hər ölçüdə var. Espa'ya aid olan yatay tipli nasoslarımız, horizontal nasoslarımız hər modeli. Algo şirkətinə aid olan artezyan şitləri də mövcuddur. Hər kilovata uyğun şit yığırıq və yerində quraşdırıb